Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə Gəray müəllimin Respublika Fənn müsabiqəsinə hazırlıq kitabından ilk mövzunun testlərinin izahını bölüşməyə çalışırım. İlk suala diqqət edirək. Aşağıda verilmiş elementlərdən hansı X8 tipli molekul yaradır? Deməli, X8 tiplidirsə, bu element, yəni 8 atomludur. 8 atomlu element də A variantı hidrogen 2 atomludur, yəni H2. B variantı fosfor 4 atomludur. P4. C variantı xlor 2 atomludur. Cl2. Kükürt D variantı 8 atomludur. Bəli, E8. Ona görə də X8 kükürtdür D variantı. İkinci suala diqqət edirək. Adi şəraitdə maye aqreqat halında olan qeyri-metalı seçin. Şərtdə bizə deyir ki, qeyri-metal. A variantı kalsium metaldır. B, C, D variantları üçü də qeyri-metaldır. B variantı hidrogen H2 2 atomludur. C variantı azot N2 2 atomludur. D variantı brom 2 atomludur. Lakin bizə şərtdə deyir ki, və hər üçü qeyri-metaldır. Adi şəraitdə maye aqreqat halda. Hidrogen bildiyimiz kimi qazdır, azot qazdır. Ona görə də düzgün cavab variantı brom, yəni D variantıdır. Üçüncü suala diqqət edirək. Üçüncü sualda aşağıda verilmiş elementlərdən hansı istidən genişlənir, soyuqda sıxılır. Biz demişdik ki, metal və qeyri-metalların xassələrini keçəndə biz dedik ki, metallar istidən genişlənir, qeyri-metallar isə daha doğrusu metallar istidən genişlənir, soyuqda sıxılır. Əsasən də civə üzərində nümunə göstərmişdik və digər metallara da aid idi. Ona görə də cavabda metal olanları götürməliyik. B, C və D variantlarına diqqət etirsək, fosfor, yod və karbon qeyri-metaldır. Düzgün cavab variantı A variantıdır, yəni mis. Mis deməli istidən genişlənir, soyuqda sıxılır. Dördüncü suala diqqət edirək. Maqnezium elementinin simvolu maqnezium Mg. Kimyəvi simvolu bu şəkildədir. Beşinci sual. Mil kürəcik modelində hansı kimyəvi elementə aiddir? Mil kürəcik modelində bildiyimiz kimi hər bir atom rəngli dairələrlə təsvir olunur. Kimyəvi elementin tərifində də biz demişik ki, eyni növlü atomlardan təşkil olunur. Məsələn, hidrogen H2 bu kimyəvi elementdir. Burada neçə atom var? 2 atom var. Lakin ikisi də eyni növlü atomdur. Yəni hər ikisi hidrogen atomudur. Birləşmə deyil, kimyəvi elementdir. Əgər kimyəvi elementdirsə, atomları eyni növlü olmalıdır. Ona görə də A variantı, B variantı, D variantına diqqət etsək, atomlar müxtəlif rəngdədir, yəni müxtəlif atomlardır. Lakin C variantında görürük ki, 2 atom var, yəni mil kürəcik modelində hər bir dairə atomu bildirir və dairələrin ikisi də eyni rənglidir. Eyni rənglidirsə, deməli bu eyni növlü atomdur, yəni kimyəvi elementdir. Düzgün cavab variantı C variantı. Altıncı suala diqqət edirək. Aşağıda verilmiş elementlər hansı metaldır? B, C, D variantına diqqət etirsək, flor, silisium, xlor qeyri-metaldır. A variantı Ag, gümüş metaldır. Düzgün cavab variantı A variantı. 7-ci sual. Metallara aid olan xassələri seçin. 1 kövrəkdirlər, xeyr, yanlışdır. Qeyri-metallar kövrəkdir, metallar plastik olurlar. 2 elektrik cərəyəni yaxşı keçirirlər, bəli, doğrudur. 2 doğrudur. 3 plastikdirlər, bəli, doğrudur. Metallar plastik olur. 4 adi şəraitdə yalnız bərk halda olurlar, xeyr, civə, əsasən bərk halda olurlar. Civə maye aqreqat halda olan metallara aiddir. Ona görə də düzgün cavab variantı 2, 3, yəni D variantı. Növbəti 8-ci suala diqqət edirək. Aşağıda elementlərdən hansının çatışmazlığı qan azlığı yaranır? Qan azlığı yaradan element əlbəttə ki, dəmirdir və qan azlığı anemiya adlanır. Orqanizmdə dəmir çatışmadıqda qan azlığı yaranır. A variantı. 9-cu sual. Təsəvvür edin ki, qabda, deməli bir qab götürmüşük. Qabda 3 ağ fosfor molekul dedikdə qarşısına yazılır. 3 ağ fosfor, yəni 3P4 və 2 kristalik kükürt, 2S8 molekulu var. Qabda cəmi neçə atom var? Fosforun, deməli 3P4 molekulunda 3 vurulsun 4, 12 atom var. 12 atom. 2S8-də də 2 vurulsun 8, 16 atom var. Cəmi neçə atom olur? 12 üzərinə gəlsin 16. Cəmi 28 atom olur. Yəni C variantı. Növbəti 10-cu suala diqqət edirək. Aşağıdakı elementlərdən hansı adi şəraitdə qaz aqreqat haldadır, sarımtıl yaşıldır, qeyri-metallara aiddir. A, B, C, D variantlarına diqqət etsək, hər üçü qeyri-metaldır, hər dördü. Adi şəraitdə qazdır. Brom B variantı çıxırıq, çünki brom mayedir. Azot, flor, xlor qazdır.
Rənginə sarımtıl yaşıl rəngli xlordur. Azot rəngsizdir, fluordakı açıq sarı rənglidir. Ona görə də düzgün cavab variantı D variantı. Həm qeyri-metaldır, həm sarımtıl yaşıl rənglidir, həm də ki adi şəraitdə qaz aqreqat halındadır. 11-ci sual. Qeyri-metallara aiddir. Adi şəraitdə mayedir, qırmızı qəhvəyi rəngidir. A, C və D variantı üçü də qazdır. Xlor, flor, azot qazdır. Ona görə də düzgün avtomatik cavab qalır brom. Brom eyni zamanda qırmızı qəhvəyi rəngidir, adi şəraitdə mayedir və qeyri-metallara aiddir. Növbəti keçək 12-ci suala. 12-ci sualda metal və qeyri-metalların doğru verildiyi variantı seçin. A variantında görürük ki, metallarda mis və xlor verib. Xeyr, yanlışdır. Xlor qeyri-metaldır. B variantında metallarda natrium, N. Natrium metaldır, düzdür. N isə bu azotdur. Azot qeyri-metaldır. B variantı ola bilməz. C variantında kalium və barium metaldır, bəli, doğrudur. Azot və kükürt, N və S isə qeyri-metaldır, doğrudur. Düzgün cavab variantı elə C variantıdır. D variantına diqqət edirək, nə yanlışdır? Alüminium, AU, qızıl metaldır, düzdür. Qeyri-metallar silisium, M, manqandır. Manqan qeyri-metal deyil, metaldır. Ona görə də D variantı yanlışdır. Düzgün cavab variantı C variantı. 13-cü sual. Adi şəraitdə bərk aqreqat haldadır. 3 allotropik şəkilləşməsi var, qeyri-metaldır. Deməli, kükürdə diqqət etsək, kükürdün 2 allotropik şəkilləşməsi var. C variantı silisium, silisiumun 2 allotropik şəkilləşməsi var. B variantı karbon, deməli, adi şəraitdə bərkdir. 3 allotropik şəkilləşməsi yoxdur. Ona görə də B variantı səhvdir. D variantında fosfor, bəli, doğrudur. Adi şəraitdə bərkdir, qeyri-metaldır və 3 allotropik şəkilləşməsi var. A, qırmızı və qara fosfor. 14-cü sual. Adi şəraitdə bərk aqreqat halında olan qeyri-metalı seçin. Deməli, dəmir metaldır. Düzdür, bərk haldadır, amma metaldır. Ona görə də avtomatik cavab variantı ola bilməz. Cavab ya B, ya C, ya D-dir. Flor qaz aqreqat halındadır. O da düzgün cavab variantı ola bilməz. Brom mayedir. O da düzgün cavab variantı ola bilməz. Cavab qalır C variantı. Kükürt bərk aqreqat halda olan qeyri-metallara aiddir. 15-ci sual. Bizə deyir ki, şəkildə verilmiş molekul hansı elementə aiddir? Molekula diqqət etsək, mil kürəcik modelində görürük ki, hər bir dairə atom bildirir. 1, 2, 3, 4, 5, 6, 7, 8 dairə var. Deməli, 8 dairə var hər təpədə. 8 atomlu nə idi? S8, yəni kristalik kükürt. Ona görə də düzgün cavab variantı C variantı. 16-cı sual. 16-cı sualda bizə deyir ki, şəkildə verilmiş molekul hansı elementə aiddir? Mil kürəcik modelinə əsasən dairələrə baxın. Burada neçə dairə var? Yəni, hər bir dairə atom bildirir də. Görəndə 1, 2, 3, 4 atom. Yəni, P4. Məsələn, fosfor 4 atomlu olduğuna görə düzgün cavab variantı fosfordur. Növbəti suala diqqət edirək. 17-ci sual. 17-ci sualda bizə deyir ki, aşağıdakı elementlərdən hansının çatışmazlığı sümüklərin və dişlərin inkişafını zəiflədir. Əlbəttə ki, bu kalsium və fosfor elementidir. Cavabda kalsium olmadığına görə düzgün cavab variantı B variantı fosfor. 18-ci suala baxaq. 18-ci sualda görürük ki, mil kürəcik birinci metal halqadan keçə bilir asanlıqla birinci şəkildə. İkinci şəkildə isə deməli temperatur verilir. Temperaturun təsirindən bu əgər metaldırsa genişlənəcək və metal halqadan keçə bilməyəcək, ilişib qalacaq. Və görürük ki, üçüncü şəkildə yenidən metal halqadan asanlıqla keçə bilir. Yəni genişlənmə baş vermir. İstən genişlənmə baş vermirsə, deməli bu metal deyil, qeyri-metaldır. Ona görə də B və D variantları ola bilməz. B və D variantları metaldır. Cavab ya A variantıdır, ya C variantıdır. A variantına da diqqət yetirək. Bu kürəcik bərk halda olan metaldır da. Brom maye aqreqat halındadır. Daha doğrusu bərk halda olan qeyri-metaldır. Brom maye aqreqat halındadır. Kürə formasında, yəni bərk halda deyil. C variantı silisium bərk halda olan qeyri-metaldır. Yəni o istidən genişlənmə xassəsinə malik olmadığına görə, qeyri-metal olduğuna görə metal halqadan üçüncü şəkildə də olduğu kimi yenidən asanlıqla keçə biləcək. Ona görə də cavab C variantı. 19-cu sual. Bir kürəcik modelində biz dedik ki, hər bir kürə atomlar bildirir də. Burada görürük ki, bir qırmızı kürə var mərkəzdə. Ətrafında da 6 ağ kürə, yəni 6 dənə eyni atom var. Bir fərqli atom var. Ümumilikdə 7 atom. A variantına diqqət edirək, 7 atom var. Amma bunun burada 3 növ fərqli atom var. Yəni 3 növ rəngdən istifadə olunmalıdır.
olmalı idi. Burada isə iki fərqli növ atom var, ağ və qırmızı. Burada hidrogen, kükürt və oksigen atomları var A variantında. Üçü də fərqlidir. Ona görə də A variantı ola bilməz. B variantı ola bilər. Məsələn, desək ki, qırmızını karbonla işarələsək, xlorlar ağ ola bilərlər. Amma xlor burada 4 atomdur. Ağ görürük ki, ağ kürə burada 6 dənədir. Yəni 6 eyni növ atom olmalıdır. C variantı ola bilməz. C-də ümumilikdə 4 atom var. Bizə ümumilikdə 7 atom olan maddə lazımdır. Düzgün cavab variantı D variantıdır. Mərkəzdəki qırmızı kükürt olar, ətrafda olan ağlar flor olacaq. 6 flor atomu. Ona görə də düzgün cavab variantı D variantı. 20-ci sual. Müəllim lövhədə ağ fosforun, kristalik kükürdün ozonlu molekullarını yazdı. Ağ fosfor P4, kristalik kükürt S8, ozon O3. Daha sonra isə şagirdi Alinaya dedi ki, yazdığım molekulların indekslərinin cəmini tap. İndeks elementin sağ aşağı küncündə yazılan rəqəmdir. 4 üzərinə gəlsin 8, 12, üzərinə gəlsin 3, 15. Düzgün cavab variantı A variantı. 21-ci sual. 21-ci sualda deyir ki, Nadir əlində tutduğu çubuğu şamın alovuna tutaraq qızdırdı. Çubuğun bir ucu çox qızsa da, Nadirin əlini tutduğu hissə isinməmişdi. Sizcə bu çubuq nədən hazırlanıb? Deməli, əziz şagirdlər, biz bilirik ki, metallar istilik keçirmə xassəsinə malikdirlər də. Yəni metalın bir tərəfi qızıbsa, asanlıqla digər tərəfi də qızacaq. Çünki istiliyi asanlıqla keçirir. Ona görə də digər tərəfi qızınmayıbsa, deməli bu istilik keçirmir ki, qızınmayıb. B ola bilməz, metaldır, istilik keçirəcək. C ola bilməz, metaldır, istilik keçirəcək. D variantı civə istilik keçirəcək. Yəni civə həm də maye haldadır, bəlkə aqreqat halda deyil. Ona görə də düzgün cavab variantı A variantıdır. Şüşədə deməli isinmə baş verməyəcək, yəni istilik keçirmir. 22-ci sual. Adi şəraitdə maye halda olanları seçin. A variantı xlor, azot ikisi də qaz aqreqat halındadır. B variantında civə mayedir, yod bərkdir. C variantı kükürt bərkdir, brom mayedir. D variantında brom mayedir, maye halında olan qeyri-metaldır. Civə də ki, maye halında olan metaldır. Ona görə də düzgün cavab variantı D variantıdır. 23-cü suala baxaq. 23-cü sualda aşağıda verilmiş şəkil kükürt tozunun qızdırılaraq maye hala gəldikdən sonra suya tökülməsini təsvir olunmuşdur. Doğru bəndi seçin. Deməli biz görürük ki, birinci şəkildə sarı rəngdən kristalik kükürt verilib. Daha sonra kristalik kükürt burada deyir ki, qızdırılır, maye halına gəldikdən sonra suya tökülür. Kristalik kükürt deməli çevrilir plastik kükürdə. Baxın, burada qonu rəngli plastik kükürt verilir. Daha sonra isə plastik kükürt də suya töküldükdə deməli rezin əmələ gətirir. Dartıla bilən rezin kütlə əmələ gətirir. Ona görə də bu sonda dartıla bilən kütlə rezindir. Doğru cavabı deyir müəyyən edin. Doğru cavab D variantıdır. Deyir hər iki proses bitdikdən sonra alınan plastik kütlə zaman keçdikcə əvvəlki halına kristalik kükürdə qayıdır. Bəli, doğrudur. Plastik kükürd ümumiyyətlə davamsızdır. Yenidən o əvvəlki hala kristalik kükürdə qayıdır. A variantı deyir ikinci proses zamanı plastik kükürd kristalik kükürdə çevrilib. Xeyr, kristalik kükürd sarı rənglidir. İkinci prosesdə biz sarı rəngli maddənin alınmasını görmürük. B variantı deyir sağ tərəfdəki rezinə bənzər kütlə kristalik kükürddür. Xeyr, rezinə bənzər kütlə kristalik kükürd ola bilməz. Kristalik kükürd sarı rənglidir və birinci təsvir olunub. C variantında deyir ki, ortadakı şəkildə görünən nazik axıntının tərkibi S8 molekullardır. Xeyr, ortada görünən plastik kükürdür. Plastik kükürd də S8 deyil, kristalik kükürd S8-dir. Ona görə də düzgün cavab variantı D variantıdır. Növbəti 24-cü sualın izahına baxaq. Bizə deyir ki, verilmiş molekulların altından və onu deməli yaradan elementin adını uyğun olaraq seçin. X2, yəni 2 atomludur. 2 atomludursa azot, xlor, brom və oksigenin hər dördü deməli 2 atomludur. A, B, C, D variantları ola bilər. Daha sonra 4 atomlu. 4 atomlu bildiyimiz kimi fosforun allotropik şəkil dəyişməsi olan ağ fosfordur. Ona görə cavab ya C variantıdır, ya D variantı. Sonra isə 3 atomlu bəsit maddə. 3 atomludursa, deməli ozondur. O3. Ona görə də düzgün cavab variantı D variantı. 25-ci sual. 25-ci sualda deyir ki, aşağıda neçə müxtəlif element atomu verilmişdir. Qrafit karbonun allotropik şəkil dəyişməsidir. Ona görə də karbondur. Eləcə də fluoren də karbonun allotropik şəkil dəyişməsidir. Yəni yenə də karbon. Ozon oksigenin allotropik şəkil dəyişməsidir. Almaz karbonun allotropik şəkil dəyişməsidir. Karbon var.
Sonra gəlir oksigen. Oksigen yenə də oksigenin allotropik şəkilləşməsidir var. Karbindəki karbonun allotropik şəkilləşməsi yenə də var. Deməli neçə dənə elementdən söhbət gedir? 2 elementdən. Ona görə də düzgün cavab variantı C variantı. 26-cı sual. Müəllim lövhədə fosforun şəkil dəyişmələrinin adını, qarşısında isə formullarının necə olduğunu yazdı. Müəllimin yazdığı formullardakı indekslərin cəmini müəyyən edin. Fosforun biz bilirik ki, 3 allotropik şəkil dəyişməsi var. Ağ fosfor, yəni P4, qırmızı və qara fosfor tək atomludurlar. P şəklində yazılırlar. İndekslərin cəmi ağ fosforda 4, digərlərində hərəsi tək atomludur. 1, 1. Kimyada yəni heç nə yazılmayanda 1 sayılır. 4 üzərinə gəlsin 1, üzərinə gəlsin 1, bərabərdir 6-ya. Düzgün cavab variantı A variantı. Getirik növbəti 27-ci sualla. 27-ci sualda bizə deyir ki, simvolu səhv verilmiş element. Silisiumun simvolu Si, qalayin simvolu S-nı doğrudur. Kalsiyumun formulu Ca. Burada isə 2A verilmişdir. Ona görə də C variantı səhvdir. Dəmirdəki Fe. Düzgün cavab variantı C variantı. 28. Aşağıda verilmiş hansı elementlərdən hansı elektrik cərəyanı yaxşı keçirir? Elektrik cərəyanını və istiliyi yaxşı keçirən deməli elementlər metallar idi. Ona görə də B, C və D variantlarına diqqət etirsiniz. Üçü də qeyri-metaldır. Düzgün cavab variantı gümüş, A variantı A, G. Düzgün cavab variantı A. 29-cu sual. 29-cu sualda deyir ki, aşağıda verilmiş laboratoriya avadanlıqlarının hansının adı səhvdir? A variantı ayrıcı qıfdır. Bəlli doğrudur. Baxın görürsüz, burada kranı da var. Ayrıcı qıf. C variantı Erlenmeyer kolbası. Bəlli doğrudur. Erlenmeyer kolbası. D variantı pipetdir. Bəlli doğrudur. Hər hansı bir maddəni götürmək üçün istifadə olunur. Düzgün cavab variantı B variantıdır. B variantı deməli yumru deyib kolbadır. Sınaq şüşəsi deyil. Ona görə də düzgün cavab variantı B variantı. 30-cu sual. 30-cu sualda deyir ki, kristalik kükürt molekulunda olan atom sayı N. Kristalik kükürt necə yazılır? S8. Yəni atom sayı neçədir? 8. N bərabərdir 8-ə. Daha sonra deyir ki, ağ fosfor molekulunda olan atomların sayı isə M qədərdir. Ağ fosfor P4 şəklində yazılır. M yəni ağ fosforda olan atomların sayı 4-ə bərabərdir. Bizə bildirir ki, M bölünsün N nisbətini tapın. M 4-dür. N'dəki 8, 4-ü 8-ə böləndə, yəni N bölünsün N, yəni 4 bölünsə 8 bərabərdir. 2-də 1, o da bərabərdir 0,5. Düzgün cavab variantı B variantı. Növbəti 31-ci suala diqqət edirək. 31-ci sualda yenidən mil kürəcik modeli verilmişdir və doğru ifadələri seçin. Biz dedik ki, mil kürəcik modelində hər bir atom dairə ilə təsvir olunur. Burada görürük ki, mil kürəcik modelində neçə dairə var? 1, 2, 3, 4, 5 dairə var. 5 dairə varsa, deməli bu maddə avtomatik olaraq 5 atomludur. Və eyni zamanda bu atomlardan 4-ü eyni rəngdədir, yəni göy rəngdə. 4-ü eyni növlüdür, biri isə fərqli növdür. Və ortadakı boz rənglə verilən fərqli növdür. Və bizə bildirir ki, su molekulu mil kürəcik modeli ola bilər. Su necə yazılır uşaqlar? H2O. Suda neçə atom var? 2 hidrogen, 1 oksigen. Cəmi 3 atom var. Bizə isə 5 atom olan maddə lazımdır. A variantı yanlışdır. B variantı deyir, ağ fosfor molekulu ola bilər. Xeyr, yanlışdır. Ağ fosfor P4, 4 atomludur. Və eyni zamanda bu atomların 4-ü də eynidir. Burada görürük ki, 5 atomlu olmalıdır. 4-ü eyni, biri fərqli olmalıdır. Ona görə də bu da düzgün cavab variantı ola bilməz. C variantı deyir ki, metan molekulu ola bilər. Bəli, doğrudur. Metan molekulu ola bilər. Yəni bir karbon atomuna 4 hidrogen CH4 molekulu ola bilər. Bir karbon atomuna görürük ki, 4 hidrogen atomu birləşib və bu karbon atomunu biz qara ilə təsvir etsək, ortadakı qara, digər kənarda qalan hidrogenlər baxın eynidir də, eyni element atomudur. Eyni rənglə, göy ilə təsvir etmək olar. Yəni mil kürəcik modelində eyni növlü atomlar eyni rənglə, fərqli növlü atomlar isə fərqli rənglə təsvir olunur. Burada görürük ki, 4 eyni növlü atom var, yəni 4 hidrogen atomu göy rəngdə, bir ortada qara, o karbon atomudur. D variantı deyir, molekulda 5 müxtəlif element var. Xeyr, yanlışdır. Molekulda 2 növ müxtəlif element var. Qara rənglə verilən və göy rənglə verilən. Ona görə də düzgün cavab variantı C variantıdır. 32-ci suala baxaq. Elementlərdən verilmiş elementlərdən hansı istilik və elektriki yaxşı keçirir? İstilik və elektriki yaxşı keçirən metal olmalıdır. Ona görə də düzgün cavab variantı C variantı alüminiumdur. 33-cü şəkil. 33-cü şəkildə bizə deyir ki, şəkildən verilən kürə hansı element atomlarından ibarət ola bilər. Deməli, burada görürük ki, metal, yəni istidən
genişlənib. Məsələn, temperatur verdikdən sonra birinci halqadan keçə bilir. Daha sonra temperatur verilib, halqadan keçməsi müəyyən qədər çətinlik törədir. Ona görə də, yəni istidən genişlənib. İstidən genişlənibsə deməli bu metaldır. Metal da yalnız B variantında var, xrom. 34-cü sual. 34-cü sualda deyir ki, hansı cütlükdə hər ikisi kimyəvi elementdir? Yəni birləşmə verilməyib. Kimyəvi element üçün eyni növlü element atomundan təşkil olmalıdır. A variantına baxaq. Su H2O. Burada müxtəlif növlü kimyəvi element var. Hidrogen və oksigen elementləri. Bu düzgün cavab variantı ola bilməz. A ümumiyyətlə ola bilməz. Daha sonra baxaq B variantına. B variantı ola bilər. Hidrogen H2, 2 növ element var. İkisi də, daha doğrusu 2 atom deməli var. İkisi də eyni növlüdür. H2, 2 hidrogen atomu. Oksigendəki O2, 2 atomdur. İkisi də eyni növlü atomdur. Ona görə də düzgün cavab variantı B variantıdır. Eyni növlü atomlardan təşkil olunan biz deməli element atomlarına kimyəvi element deyəcəyik. Ona görə düzgün cavab variantı B variantı. C variantında havanın ümumiyyətlə kimyəvi formulu yoxdur. Hava qarışıqdır. D variantı qızıl, duz, natrium, xlor yazılır. Burada 2 fərqli növ element atomu var. 2 fərqli növ element atomu varsa o kimyəvi element ola bilməz. Çünki kimyəvi elementdə eyni növlü atom olmalıdır. Düzgün cavab variantı B variantı. 35-ci sual. Hansı maddə element deyil? Gümüş, dəmir, karbon elementdir. Yəni elementlər iki qrupa ayrılır. Metal və qeyri-metal. Gümüş və dəmir metaldır, karbon qeyri-metaldır. Su element deyil, H2O. Bayaq dediyimiz kimi birləşmədir. Çünki tərkibində iki fərqli növ element atomu var. Həm hidrogen, həm oksigen. 36-cı sual. Hansı element təbiətdə həm sərt daş, həm də yumşaq qələm içliyi qrafit formasında rast gəlinir? Deməli, qrafit formasında rast gəlinən element hansıdır? Karbon. Düzgün cavab variantı B variantı. Qrafit karbonun allotropik şəkil dəyişməsidir. Və eyni zamanda almaz və qrafit karbonun hər ikisi allotropik şəkil dəyişməsidir. 37-ci suala diqqət yetiririk. Sağ tərəfdə verilmiş laboratoriya avadanlığının adını qeyd eləyin. Adı əlbəttə ki, ayrıcı qıfdır. Kitaba da diqqət yetirsəz, bu deməli avadanlığın adının ayrıcı qıf olduğunu asanlıqla görə bilərsiniz. D variantı. 38-ci suala diqqət edirək. Müəllim laboratoriya təcrübəsi aparan zaman şagirdlərə aşağıdakı tapşırıqları verdi. Banu, spirt lampasını gətir və üç ayağın altına qoy. Müslüm, üç ayağın üzərinə kimyəvi stəkanı qoy. Yağmur, pipetlə kimyəvi stəkana A maddəsini yavaş-yavaş əlavə et. Və deyir ki, aşağıdakı şəkildə verilmiş avadanlıqlardan hansından təcrübə zamanı istifadə edilməmişdir. Və biz diqqət yetiririk ki, A, B, C və D variantlarında deməli laboratoriya avadanlıqları verilmişdir. Spirt lampası. Birinci Banuya deyir, spirt lampasını gətir, üç ayağın üzərinə qoy. Spirt lampası C variantındadır. Baxın, hər hansı bir kibriti vurduqda həmin o spirtdə alışma baş verir. Bu da spirt lampasıdır. Daha sonra üç ayaq. Burada üç ayaq yoxdur. Üç ayaq, baxın, təqribən belə deyim də, belə bir necə deyim, laboratoriya avadanlığıdır. Kitabda da şəkli var. Üç ayaq burada yoxdur. A variantında baxın ştativ verilib. Cavab elə A variantıdır. Ştativdən söhbət getmir. B variantı kimyəvi stəkandır. Burada kimyəvi stəkandan söhbət gedib. D variantı pipetdir. Pipetdən söhbət gedib. Üç ayaqdan söhbət getməyib. Adından göründüyü kimi, yəni üç ayağı olmalıdır. Burada üç ayağı olan laboratoriya avadanlığı yoxdur. Ona görə də düzgün cavab variantı A variantıdan istifadə olunmayıb. Sonra növbəti gəlir neçənci sual? 39-cu sual. 39-cu sualda deyir ki, sağ tərəfdə verilmiş şəkildə aktiv olduğu üçün suyun içərisində saxlanılan X elementi verilmişdir. Və buna görə də X hansı element ola bilər? Deməli, əgər bu element aktivdirsə, ona görə də ağ rənglidir və bu ağ fosfor ola bilər. Yəni P4. Ağ fosfor aktiv olduğuna görə suyun içərisində saxlanılır. 40-cı sual. Sağ tərəfdə verilmiş qeyri-metala aid olan X elementi verilmişdir. X hansı element ola bilər? Görürük ki, sarı rənglədir. Deməli, bu kükürt ola bilər, sarı rəngli. Ona görə də düzgün cavab variantı D variantıdır. 41-ci sual. 41-ci sualda bizə deyir ki, aşağıda elementlərin allotropik şəkilləşmələri verilmişdir. Doğru variantı seçin. Karbon, ağ, qırmızı, qara. Xeyr. Karbonun allotropik şəkilləşməsi qrafit, almaz, filerin və karbindir. Ağ, qırmızı, qara isə fosforun allotropik şəkilləşməsidir. Ona görə də A variantı səhvdir. B variantı kükürt, sarı və plastik. Xeyr, kükürdün iki allotropik şəkilləşməsi var. Kristalik və plastik.
C variantı fosfor. Fosforun 3 allotropik şəkilləşməsi var. Ağ, qırmızı, qara. D variantı silisium. Bəli, silisium doğrudur. Kristalik və amorf. Düzgün cavab variantı D variantı. 42-ci sual. Adi şəraitdə eyni aqreqat halda olan elementlər cütünü müəyyən edin. Xlor və brom. Xeyr, xlor qaz aqreqat halındadır, brom maye aqreqat halında. B variantı hidrogen və yod. Hidrogen qaz aqreqat halındadır, yod bərk aqreqat halında. D variantı helium və kükürt. Helium qazdır, təsirsiz qaz. Kükürt isə deməli bərk aqreqat haldadır. Ona görə də düzgün cavab variantı ola bilməz. C variantı civə mayedir. Metallardan maye civə, qeyri-metallardan da maye bromdur. Ona görə də düzgün cavab variantı C variantıdır. Sonra gəlir 43-cü sual. 43-cü sualda bizə deyir ki, verilmiş maddələrdən hansının molekulundakı atom sayı kristalik kükürt molekulundakı ilə eynidir. Kristalik kükürtdə 8 atom var. Deməli, elə etməliyik ki, 8 atom olmalıdır. A variantında H2SO4-ə diqqət yetirək. Hidrogende 2 atom var. Kükürt 1 atom, oksigen 4 atom. 2 üzərinə gəlsin 4, 6 üzərinə gəlsin 1, 7 atom. A variantı ola bilməz. Daha sonra baxaq C variantına. H2, C2, O4, 2 atom hidrogen, üzərinə gəlsin 2 atom karbon, üzərinə gəlsin 4 atom oksigen. Bərabərdir 8 atom. Ona görə də düzgün cavab variantı elə C variantıdır. B variantına diqqət yetirək. H xlor O4, hidrogen 1 atom, xlor 1 atom, oksigen 4 atom. 1 üzərinə gəlsin 1, 2, 2 üzərinə gəlsin 4, 6 atom var. Bu düzgün cavab variantı ola bilməz. D variantında HNO3, 1 atom hidrogen, 1 atom azot, 3 atom oksigen. 2 üzərinə gəlsin 3, 5 atom var. Bu da düzgün cavab variantı ola bilməz. Düzgün cavab variantı C variantıdır. H2, C2, O4. 44-cü suala diqqət yetirək. Aşağıda verilmiş elementlərdən hansı kövrəkdir? Dəmir, qızıl, gümüş kövrək deyil, çünki onlar metaldır, plastikdirlər. Düzgün cavab variantı kükürt, B variantı qeyri-metaldır və qeyri-metallar kövrək olurlar. Daha sonra 45-ci suala baxaq. 45-ci sualda mil kürəcik modeli verilmişdir. Hansılar kimyəvi, neçəsi kimyəvi elementdir? Və diqqət yetirsək ki, mil kürəcik modelində biz dedik ki, kimyəvi elementlər ümumiyyətlə eyni növlü atomlardan təşkil olunur. Və mil kürəcik modelində də hər bir kürə deməli nəyi bildirir? Atomu bildirir. Eyni rəng ilə təsvir olunubsa, deməli bu eyni növlüdür. A variantına birinci şəkilə diqqət yetirin. Qırmızı və bozlar var. Deməli bu birləşmədir. Element ola bilməz. Eyni rəngli deyil, eyni növlü deyil. Aşağısında baxın, qırmızı və ağ. Bu da eyni növlü deyil. Bu da qırmızı və ağlar var. Burada da göy və qırmızılar var. Tək də burada 2. İkincisi, bir də ən sonuncu, altıncısı kimyəvi elementdir. İkincisi 4 atomludur. Məsələn, P4 ola bilər. Eyni rənglidir, yəni eyni növlü atom. 4 fosfor atomu. Sonuncusu da 2 atomludur. Məsələn, azot ola bilər, hidrogen ola bilər, oksigen ola bilər və s. Ona görə də cəmi ikisi kimyəvi elementdir. Digər yerdə qalanları isə birləşmədir. Düzgün cavab variantı A variantı. 46-cı sual. Müəllim lövhədə havanın əsas tərkibini yazdı və uşaqlardan soruşdu. Uşaqlar havadakı maddələrdən neçəsi kimyəvi elementdir? Azot qazı N2. Bəli, kimyəvi elementdir. Çünki eyni növlü 2 dənə azot atomu var. Oksigen qazı O2. Bəli, kimyəvi elementdir. Çünki 2 eyni element atomundan təşkil olunub. Karbon qazı CO2 kimi yazılır. Tərkibində həm karbon, həm oksigen var. 2 fərqli növ element var. Deməli, bu birləşmədir. Kimyəvi element deyil. Su buxarı. Su necə yazılır? H2O. Tərkibində 2 növ kimyəvi element var. Bu da birləşmə deyil. Helium qazı He kimyəvi elementdir, düzdür. Neon qazı, neon tək atomludur, o da kimyəvi elementdir. Argon qazı, argon da tək atomludur, o da kimyəvi elementdir. Kimyəvi element deməli azot 1, oksigen 2, helium 3, neon 4, argon 5. Düzgün cavab variantı D variantı. Digərləri isə kimyəvi birləşmədir. Daha sonra 47-ci suala diqqət yetirək. Fosforun allotropik şəkilləşmələri haqqında verilmiş ifadələrdən hansılar doğrudur? 1. Fosforun bütün allotropik şəkilləşmələri P4 molekullarından ibarət olur. Xeyr, yanlışdır. Ağ fosfor P4 molekullarından, digərləri isə tək atomludur. Bu yanlış ifadədir. 2. Fosforun bütün allotropik şəkilləşmələri zəhərlidir. Xeyr, yanlışdır. Ağ fosfor zəhərlidir. Yerdə qalan qırmızı qara fosfor isə zəhərsizdir. 3. Fosforun bütün şəkilləşmələri suda həll olur. Xeyr, bu yanlışdır. Deməli, fosforun 3 dənə allotropik şəkilləşmələrinin 3-ü də suda həll olmur. 4. Ağ fosfor sarımsaq ilidir. Bəli, nəhayət doğrudur. Düzgün cavab variantı D variantı.
47-ci sual, 48-ci sual. Aşağıda verilmiş ifadələrdən neçəsi doğrudur? Ən plastik metal qızıldır. Bəli, doğrudur. İkinci sual. Deməli, birincisi doğrudur. Metallar adi şəraitdə ancaq bərk aqreqat halında olurlar. Xeyr, bu yanlışdır. Adi şəraitdə metallardan məsələn civə maye aqreqat halındadır. Əsasən bərk aqreqat halında olurlar, amma hamısı bərk aqreqat halında deyil. 2 yanlışdır. Kükürdün 3 allotropik şəkilləşməsi var. Xeyr, 3-cü yanlışdır. Kükürdün 2 allotropik şəkilləşməsi var. 4 karbonun 4 allotropik şəkilləşməsi var. Bəli, doğrudur. 5 metallar istiliyi yaxşı keçirir. Bəli, doğrudur. Metallar istidən sıxılır. 6 doğrudur. Xeyr, istidən genişlənir. Soyuqdan sıxılır. 6 yanlışdır. 7-ci müddədə deyir ki, qeyri-metalların heç biri elektrik cərəyanını keçirmir. Yəni heç biri demək yanlış olar. Çünki biz bilirik ki, məsələn, karbonun allotropik şəkilləşməsi olan qrafit elektrik cərəyan keçirir. Yəni məsələn, karbon nəzərə alsaq ki, keçirə bilər də. Ona görə də 7-də səhvdir. Yanlış ifadələr 3 dənə oldu. 1, daha sonra 4 və 5. Ona görə də düzgün cavab variantı A variantı 3. Növbəti 49-cu suala baxaq. 49-cu sualda deyir, müxtəlif maddələr bir-biri ilə qarışaraq qarışıqlar yaradır. Bu qarışıqları ayırmaq üçün bəzi qurğulardan istifadə olunur. Nümunə üçün distillə qurğusunun şəkli verilib. Aşağıda sadalananlardan deyir, hansı yoxdur? Eylen-Meyer kolbası bəli var. Baxın, bu Eylen-Meyer kolbasıdır. Daha sonra ştativ, deməli yumru dip kolba. Baxın, yumru dip kolba burada var. Dibi yəni yumru şəkildədir. Daha sonra spirt lampası. Spirt lampası da burada diqqət etirsəz görərsiniz ki, spirt lampası görürük ki, bu şəkildə yəni yoxdur. Baxın, spirt lampası yoxdur. Ştativ bəli burada var. 3 ayaq da var hətta. Ştativdən də istifadə olunub. Düzgün cavab variantı D variantıdır. Spirt lampası şəkildə yoxdur. 50-ci sual. Deyir, adi şəraitdə bərk aqreqat halındadır. İstilik və elektriki keçirmir. Zərbənin təsirindən ovulur. Deməli, əgər bərk haldadırsa, yod bərkdir. Brom mayedir. B variantı ola bilməz. Elektriki və istilik keçirmirsə, bu qeyri-metaldır. Barium, maqnezium metaldır. Ona görə də onlar da düzgün cavab variantı ola bilməz. Düzgün cavab variantı D variantı yoddur. 51-də eyni kimyəvi elementin təbiətdə müxtəlif formalarda mövcud olan formasına nə deyilir? Allotropik şəkil dəyişmə deyilir. C variantı. Növbəti 52-ci sual. 52-ci sualda bizə müxtəlif maddələr bir-biri qarışaraq qarışıqları yaradır. Bu qarışıqları ayırmaq üçün deyilir ki, bəzi qurğudan istifadə olunur. Aşağıda nümunə üçün ayrıcı qıfın deməli şəkli verilib. Bu şəkil aşağıdakı sıralananlar hansı yoxdur? Baxın, şəkildə deməli Eylen-Meyer kolbası var. Baxın, bu hissədədir Eylen-Meyer kolbası. Ştativ şəkildə təsvir olunub. Kimyəvi stəkan baxın var. Şəkildə yastı-dib kolba yoxdur. Ona görə də cavab olur D variantı. 52-ci sualda. Gərək müəllim şagirdi Dilavəri lövhəyə çıxardı və dedi, lövhədə yazdığı maddələrin adını, formullarını yaz. Deməli, baxaq, oksigen qazı O2, helium qazı HE, ağ fosfor P4, ozon qazı O3. Dilavər formulları yazdıqdan sonra İradə dedi, müəllim, Dilavər ağ fosforun formulunu yox, qırmızı fosforun formulunu yazıb. Deməli, Dilavər nə yazıb? P4 yox, P yazıbmış. Daha sonra Xədicə isə dedi ki, müəllim, Dilavər helium qazının da formulunu doğru yazmayıb. O 2 atomlu molekul yaratmır. Son olaraq müəllim dedi ki, afərin uşaqlar, İradə və Xədicə yoldaşınızın bütün səhvlərini düzəltdi. Digərlərini isə doğru yazıb. Dilavərin yazdığı formulda indekslərin cəmi neçə idi? Dilavər deməli, Dilavərin ilk yazdığı axırda düzəldiblər yəni. Dilavərin ilk yazdığı formulda yəni P belə olub. Heliumda yəqin ki 2 atomlu olub. Burada nə deyir? Deyir ki, doğru yazılmayıb. O 2 atomlu molekul yaratmır. Deməli helium 2 yazıb əvvəlcə. Digərləri isə düz yazılıbsa onlar O2, O3 olub. Ona görə də burada indeksləri cəmləyək. 2 üzərinə gəlsin 2, 4. 4 üzərinə gəlsin 1, 5. 5 üzərinə gəlsin 3, 8. İlk səhv yazılan formulda indekslərin cəmi 8 olmuş. C variantı. Növbəti 54-cü suala diqqət yetirək. 54-cü sualda deyir, sağda verilmiş şəkil hansı maddənin milkürəcik modelini təsvir edir? Görürük ki, tək atomludur. Çünki bu maddələr eyni atomla ibarət, amma tək atomludur. Oksigen,
Daha doğrusu azot, xlor, ozon tək atomlu deyirlər. Düzgün cavab variantı neon, yəni C variantıdır. 55-ci sual. Sağda verilmiş maddə milkürəcik modeli hansının təsvir olunmuşdur? Görürük ki, eyni kimyəvi elementlərdir, eyni atomlardan təşkil olunublar, amma iki atomludurlar. Baxın, hər dairə kürə bir atomu bildirir. B, C tək atomludur, ola bilməz. D variantı ozon O3 3 atomludur. A variantı O2. Deməli bu şəkil A variantınındır. 56-cı sual. Sağda verilmiş şəkil hansı maddənin milkürəcik modelini təsvir edir? Baxın, 3 atomlu maddə verilib, 3 atomludur. Daha doğrusu 4 atomludur. Bu 4 atomdan 3-ü deməli eynidir. Boz rənglə təsvir olunub. Biri bənövşəyi rənglə. Deməli ümumi 4 atom olmalıdır. 3-ü eyni, biri fərqli. Ümumi 4 atom olan flor qazı F2 yazılır, 2 atomludur. Su buxarı H2O ümumi 3 atomludur. Bizə 4 atomlu lazımdır, ola bilməz. Ozon qazı O3 3 atomludur, üçü də eynidir. Amonyak qazı NH3, bəli 4 atomu var, biri azot, 3 hidrogen. Biri deməli fərqlidir, yəni azotdur. Yerdə qalan 3-ü hidrogendir. Baxın 3 hidrogen atomu. Ona görə də düzgün cavab variantı D variantı. 57-ci sual. Sağda verilmiş şəkildə bəzi maddələrin qarışıqları təsvir olunub. Aşağıdakılardan hansı bu qarışığın tərkibində ola bilməz? Deməli, birinci azot qazının formulunu yazaq. N2, neon qazı Ne, su buxarı H2O, amonyak NH3. Deməli, baxın, iki atomlu eyni atom, kimyəvi element. Baxın, var. İkisi də bənövşəyi rəngindən təsvir olunub. Bu azot ola bilər, məsələn. Sonra burada diqqət etdirin. Bu su ola bilər, su atomu. Daha doğrusu amonyak ola bilər. 4 atomdur. Üçü eyni, biri fərqli. Amonyakda üçü eyni, hidrogen 3 dənə eyni, azot biri fərqli, biri səhraydı. Daha sonra tək atomlu neon, məsələn, qırmızı tək atomlu var. Daha sonra neon tək atomlu var. 3 atomlu olan maddə yoxdur. Yəni su buxarına aid burada nümunə yoxdur. Cavab B variantı. 58-ci sual. 58-də deyir, aşağıda verilmiş elementlərdən hamısı həm 2 atomlu, həm 3 atomlu element əmələ gətirir. Oksigendir. Oksigen elementi həm O2, 2 atomlu, həm O3, 3 atomlu ola bilir. Ona görə də düzgün cavab variantı B variantı. Növbəti 59-cu suala diqqət edirək. Aşağıda verilmiş şəkildə diqqətlə baxın və verilmiş mülahizələrdən doğru olanları seçin. Birinci deyir, C qabında olan maddə H-xlor molekullarından ibarətdirsə, A qabında H2 və xlor molekullarının qarışığı var. Deməli, C-yə baxaq. C-də iki rəng var, qırmızı və göy. Əgər deyir ki, H-xlordursa, yəni biri əgər hidrogen məsələn qırmızıdırsa, xlor əgər göydürsə, A qabında olan H2 və xlor molekulu. A qabında görürük ki, ancaq qırmızılar və ancaq göylər var. Bəli, özü 2 atomludurlar. Ya H2 və xlor 2-dən təşkil olunub. C qabındakı deyir maddə H-xlor molekullarından ibarətdirsə, B qabındakı maddə mütləq H2 molekullarıdır. Deməli, nə deyir? Deyir ki, mülahizələrdən doğru olanları seçin. Deməli, bizə deyir ki, C qabındakı əgər H-xlordursa, B qabında mütləq H2 molekulları verilmişdir. Deməli, mütləq H2 ola bilməz. Bu səhvdir. Yəni hidrogen də ola bilər, xlor da ola bilər. Əgər biz bilmirik də, məsələn, hansı rəng qırmızıdır, hansı rəng göy təsvir olunub. Məsəl üçün burada nümunə belə yazdım. B deyir ki, B qabındakılar H2 molekullardırsa, C qabında H2 molekulları var. B qabındakı H2 molekuludursa, C qabında H2 molekulları var. Xeyr, yanlışdır. Niyə? Çünki B qabında H2 molekullarıdırsa, C qabında hidrogenden əmələ gələn maddə ola bilər. Eyni rəngli molekul burada yoxdur. Ona görə də o yanlışdır. Eyni rəngli molekul ola bilməz. 4-cü sualda B və C qablarını qarışdırsaq, həm qabda həm H2, həm xlor, həm də H-xlor molekulları var. B və C-ni qarışdırsaq, xeyr, bu da yanlışdır. Çünki B-də eyni növlü deməli sadəcə element var, ya hidrogen, ya xlor. Deməli, qarışıqda ya hidrogen olacaq, ya xlor molekulu, bir də H-xlor molekulu olacaq. 4 səhvdir. Ona görə də düzgün cavab variantı D variantı yalnız 1-dir. 60-cı suala diqqət edirək. 60-cı sualda deyir, 4-cü qabın içərisində olan maddənin biri karbon qazıdırsa, deməli 4-cü qabda element var, bir də birləşmə var. Baxın, element 2 narıncı rəngdir, 2 atomludur.
Birləşmə isə deyir karbon qazı varsa, baxın bir göy başına 2 narıncı birləşib. Deməli bu karbon qazıdır. Burada bir dənə belə birləşmə var da. Deməli bu ortadakı göy rəng karbondur. Kənarda olan narıncılar oksigendir. CO2. Deməli narıncı oksigendir, göy nədir? Karbon. Və bizə bildirir ki, hansı ifadələr doğrudur. Dördüncü qabda 3 müxtəlif kimyəvi element var. Dördüncü qabda, xeyr, dördüncü qabda bir birləşmə var. Deməli bir birləşmə var. Bir növ kimyəvi element, iki növdə kimyəvi element var. Biri tək atomludur, yəni ancaq göy rənglər. Biri də ikisi tək atomludur. İkisi də ki, iki atomludur. İki kimyəvi element var. Bir yanlışdır. İkinci deyir ki, üçüncü qabda kimyəvi element molekullarının sayı 3-dür. Üçüncü qabda kimyəvi element molekullarının sayı daha doğrusu üçüncü qabda kimyəvi element yoxdur. Üçüncü qaba diqqət edirək, görürük ki, üçü də karbon qazından ibarətdir. Orada kimyəvi element yoxdur. 2 səhvdir. Kimyəvi elementlərin molekullarının sayı 3-dür, xeyr səhvdir. Üçüncü halda deyir ki, ikinci qabda oksigen molekulları verilib. Karbon O2 görürük ki, narıncılar oksigendir. Ona görə də bəli, doğrudur. İkinci qabda ancaq 2 atomlu element var. Narıncını da oksigenlə işarələmişdik şərtə görə. O2. Bəli, 3 doğrudur. Dördüncü deyir, birinci qabdakı maddə üçüncü qaba əlavə edilərsə, birinci qabda ancaq nə var? Karbon var. Əlavə edilərsə, üçüncü qabda yeni karbon O2 molekulları yaranır. Karbon var, bir də deməli, üçüncü qabda karbon O2 var. Xeyr, yanlışdır. Yəni karbonları mən karbon O2-nin üzərinə əlavə eləsəm, karbon O2 yaranmayacaq. Xeyr, bu yanlışdır. Dördüncü müddəa da yanlışdır. Bizə doğruları istəyir, yalnız 3, yəni C variantıdır cavab. Daha sonra 61-ci sual. Ağ fosfor haqqında hansı ifadə doğrudur? Zəhərlidir, bəli, 1 doğrudur. Sarıya salan ağ rənglidir, bəli, doğrudur. 3 maye haldadır, xeyr, bərkdir. Elektrik cərəyanı yaxşı keçirir, səhvdir. Düzgün cavab variantı 1, 2, yəni A variantıdır. İkinci suala diqqət edirək. Daha doğrusu 62-ci sual. Verilmiş ifadələr hansı maddəyə aiddir? Adi şəraitdə bərk sarı rənglidir. Kristalik və plastik olmaqla iki müxtəlif şəkildəşməsi var. Əlbəttə ki, kükürt, D variantı. 63-cü sual. Adi şəraitdə bərkdir. Boz rəngli maddədir. Elektrik cərəyanı keçirir, yumşaq və kövrəkdir. Əlbəttə ki, karbonun allotropik şəkilləşməsi olan qrafitə aiddir. 64-cü sual. Aşağıda verilmiş elementlər hansının allotropik modifikasiyalarından biri elektrik cərəyanı keçirir? Bu karbondur. Karbonun allotropik şəkilləşməsi olan qrafit elektrik cərəyanı keçirir. Yəni D variantı. 65-ci sual. Aşağıda verilmiş elementlərdən hansının allotropik modifikasiyası var? Xlorun allotropik şəkilləşməsi yoxdur, azotun yoxdur, yodun yoxdur. Düzgün cavab variantı C-dir. Oksigenin 2 allotropik şəkilləşməsi var. O2, oksigen, O3, ozon. 66-cı sual. Fosforun allotropik şəkilləşməsi suda saxlayırlar oksigenlə reaksiya daxil olduğu üçün. Əlbəttə ki, ağ fosfor aktiv olduğuna görə su ilə reaksiya daxil olur və onu suda saxlayırlar ki, bu proses baş verməsin. B variantı. 67. Müəllim şagirdlərə dedi, uşaqlar, karandaşla dəftərinizə adınızı yazın. Sizcə dəftərdəki qara izlər hansı element atomlarıdır? Əlbəttə ki, karbon elementi atomlarıdır. Karbon allotropik şəkilləşməsi olan qrafit karandaşın içərisində yerləşir. Ona görə də düzgün cavab variantı C variantıdır. 68-ci suala diqqət yetirək. 68-ci sualda deməli bizə verilib ki, deyir hansı helium qazını göstərir. Helium bildiyimiz kimi tək atomludur. Burada diqqət edirək, baxın burada kimyəvi birləşmədir. 2 atomludur, 2 atomludur. Burada görün tək atomludur. Ona görə də düzgün cavab variantı C variantı. Hər bir kürə atomu bildirir. Oksigen qazını göstərsə 2 atomludur və eyni növlü, eyni rəngdə atom olmalıdır. 2 atomlu eyni növdə, ikisi qırmızı rəngli, cavab D variantı. 70-ci sual. Adi şəraitdə qaz halında olan qeyri-metallar sırasını seçin. Deməli, A variantında brom var, brom mayedir, olmaz. B variantı manqan, metaldır, bərk haldadır, olmaz. C variantında düzgün cavab variantıdır. D variantında yod var, yod bərk aqreqat haldadır. Ona görə düzgün cavab variantı C variantı. Oksigen, azot, xlor, flor hər dördü deməli qaz aqreqat halında olan qeyri-metallara aiddirlər.